Salam dostlar, mən müəlliminiz Sadiq Bəhmənli. Sual olunsa ki, ədəbiyyatımızda həm xalq dilini, folkloru bu qədər sadə, həm də fəlsəfəni bu qədər dərin anladan ikinci bir şeir varmı? Çətin ki, tapılsın, deyərdim. Bu gün Ustad Şəhriyarın hər misrası bir ata sözünə, bir həyat dərsinə çevrilən o məşhur şeirini bədii və fəlsəfi tərəfləri ilə ən xırda detallarına qədər analiz edəcəm sizlərə. İpəkdən niyə qəzil olmaz, sərab niyə ərdəbil ola bilməz və şairin bəşəriyyətə çatdırmaq istədiyi o böyük mesajlar nələrdir? Hamısını bir-bir danışacağam. Video keçməzdən əvvəl kanala abunə olmağı və bəyənmə düyməsini sıxmağı unutma. İndi isə keçək şeiri misra-misra təhlil edək sizlərə. Mən şeiri orijinalına sadiq qalaraq səsləndirəcəm. Birinci beytdə Türkün dili tək sevgili, istəkli dil olmaz. Ayrı dilə qatsan bu əsil dil, əsil olmaz. Burada dil və əsil sözləri həm qafiyə sözlərdir. Müəllif qeyd edir ki, Türkün dili qədər sevimli və əziz doğma bir dil ola bilməz. Müəllif öz ana dilinə olan sonsuz sevgisini və onun emosional gücünü vurğulayır. İkinci beytdə ayrı dilə qatsan bu əsil dil əsil olmaz deyir. Əgər bu saf və əsil dili başqa dillərin qayda qanunları və lazımsız sözlərlə qarışdırsan, onun harmoniyası, orijinallığı, yəni əsilliyi itər. Şəhriyar dilin saflığının qorunmasının vacib olduğuna diqqət çəkir. Öz ləfzini farsa, ərəbə qatmasa şair, ləfz. Şeirin oxuyanlar, eşidənlər kəsil olmaz. İkinci beyt, şair deyir, əgər öz sözünü, ifadə tərzini, yəni ləfzini xalqın anlamadığı fars və ərəb sözləri ilə doldurmasa, şeirin oxuyanlar, eşidənlər kəsil olmaz. Onun yazdığı şeirləri oxuyanların və dinləyənlərin ardarası kəsilməz. Yəni, hamı tərəfindən sevilərək oxunar. Burada klassik poeziyadakı ağır süni dil tənqid olunmuş olur və sadə xalq dilinin təsir gücü göstərilmiş olur. Şeirin gərək ehsas ilə, riqqətlə qarışsın, kənd əhli bilirlər ki, doşabsız, xəşil olmaz. Şeir gərək insanın daxili hisslərindən, yəni ehsasından doğsun və qəlb incəliyi, həssaslıqla yoğrulsun. Burada riqqət, həssaslıq, qəlb incəliyi anlamına gəlir. Kənd əhli bilirlər ki, doşabsız, xəşil olmaz. Şair burada gözəl bir kənd təbiəti bənzətməsi edir. Yəni, kənd cəmaatı yaxşı bilir ki, bəkməzsiz, xəşil dadsız olar. Yəni, burada doşab bəkməz anlamına gəlir. Xəşil də undan hazırlanan yemək anlamına gəlir. Yəni, deyir ki, hissiz, duyğusuz yazılan şeir də doşabsız, xəşil kimidir. Məndən də nə zalım çıxar oğlum, nə qisasçı. Bir dəfə bunu anla ipəkdən qəzil olmaz. Şair qeyd edir ki, ey oğlum, burada oxucuya müraciət eləyir. Mənim təbiətimdə, ruhumda nə kiməsə zülm etmək var, nə də qisas almaq. Bir dəfə bunu anla ipəkdən qəzil olmaz. Yəni, deyir, bunu anla ki, bunu başa düş ki, zərif ipəkdən kobud tikanlı keçi qəzili, yəni tük ola bilməz. Şair öz humanist, incə ruhunu ipəyə bənzədir və bildirir ki, sənətkarın qəlbində kin, küdrət ola bilməz, qisasçılıq, zalımlıq mənfi duyğulardır. Yəni, özü ipək kimidir, öz qəlbi, öz mənəviyyatı təmizdir. İpəkdən qəzil olmaz deyərkən, yəni deyir, o uca bir məqamdadır, yəni onu keçi tükünə bənzətmək doğru deyil. Ötməz, oxumaz, bülbülü salsan qəfəs içrə, dağ daşda doğulmuş dəli ceyran həmil olmaz. Burada həmil sözü də həm qafiyə sözlərdən digəridir. Deyir, bülbülü qızıl qəfəsədə salsan, o azadlığı əlinin alındığı üçün oxumaz, susar. Dağ daşda doğulmuş dəli ceyran həmil olmaz. Deyir ki, dağların sərbəstliyində vəhşi təbiətinə doğulub boya başa çatan o çılğın, yəni dəli ceyran heç vaxt ram edilə bilməz. Yəni, ev heyvanı ola bilməz. Burada həmil əhliləşdirilmiş anlamına gəlir. Yəni, ev heyvanı olmaz, əhliləşdirilmiş ev heyvanı ola bilməz dəli ceyran. Burada azadlıq fəlsəfəsindən, insanın, sənətkarın ruhunun əsarət qəbul edə bilmədiyindən söhbət getmiş olur. Sözlər də cəvahir kimidir. Əsli bədəldən təşxis verən olsa bu qədər zir-zibil olmaz. Deyir ki, sözlər də deyir, qiymətli daşqaş cəvahirat kimidir. Həqiqi sənət əsəri ilə saxtasını fərqləndirə bilən, burada təşxis vermək, fərqləndirmək anlamına gəlir. Olsaydı deyir, təşxis verən olsaydı, yəni fərqləndirə bilən olsaydı bu qədər zirzibil olmazdı. Yəni ortalıqda bu qədər dəyərsiz, zirzibil səviyyəli şeirlər olmazdı.
Yəni sənətə qiymət verə bilməyən naşılara tənqid var əsərimizdə. Sağ gündə dolar taxta tabaq ədviyə ilə, onda ki nənəm sancılanar, zəncəfil olmaz. Qeyd edir ki müəllif, insanın canı sağ, hər şey yolunda olanda evdəki rəflər, taxta tabaq, yəni qab-qacaq hər cür bitki və ədviyyatla dolu olar. Onda ki nənəm sancılanar, zəncəfil olmaz deyir. Amma elə ki nənəm xəstələnər, qarnı sancılanar, baxarsan ki dərdə dəva olacaq o qədər zamanında olan o zəncəfildən bircə qram da qalmayıb. Burada Şəhriyar xalq məsəlindən də istifadə edib həyatın paradoksunu, yəni ehtiyac anında lazımi köməyin tapılmamasını lakanik şəkildə ifadə etmiş olur. Yəni zamanında bu şeylər olur, yəni sağ ikən olur, amma təbii ki insan xəstələnəndə və ya sancılananda bu şeylərin heç biri tapılmış olmur. Bunu biz Seyid Əzim Şirvaninin Qafqaz müsəlmanlarına xitab əsərində də, yəni buna bənzər bir məqam var, tam eyni olmasa da bənzərlik var orada da bir misra ilə. Daha sonra şair ola bilməzsən ananı doğmasa şair. Missən, abalam, burada müraciət var. Hər sarı köynək qızıl olmaz. Deyir ki, əgər sən anadan gəlmə fitri istedada sahib deyilsənsə, sonradan zorla şair ola bilməzsən. Yəni müəllif burada sənətin, ondan sonra şeir yazmağın, sənətkarlığın ilahi bir vergi olduğunu, yəni anadan doğulandan gəldiyi fikrini üstün tutur. Daha sonra deyir ki, missən, abalam, hər sarı köynək qızıl olmaz. Yəni sən mahiyyətcə adi bir missən və müraciət edir, abala, hər lələyi sarı olan quş, sarı köynək qızıl quş olmadığı kimi, hər qafiyə düzən də bədii söz ustası ola bilməz. Çox da ki, sərabın suyu var, yağ balı vardır. Başı ərşə də çatdırırsa sərab, Ərdəbil olmaz. Burada Ərdəbil və Sərab şəhərlərinin adını çəkmiş olur və qeyd edir ki, doğrudur, Sərab şəhərinin bol suyu, dadlı yağı, balı və maddi zənginlikləri var. Burada maddi zənginliklə mənəvi zənginliyi qarşılaşdırmış olur müəllifimiz. O deyir ki, maddi baxımdan özünü nə qədər sərab uca tutsa da, yəni başı ərşə də çatsa, heç vaxt mənəviyyat və tarix, mədəniyyət mərkəzi olan Ərdəbil şəhəri ola bilməz. Yəni burada şair mənəviyyat, tarix və mədəniyyət mərkəzi olan Ərdəbil şəhərini uca tutur, ona vermiş olur üstünlüyü. Yəni burada maddiyyatla tarixi mənəvi kökləri qarşılaşdırır və üstünlüyü Ərdəbil şəhərinə vermiş olur. İnsan odu tutsun bu zəlil xalqın əlindən, Allahı sevirsənsə bu insan zəlil olmaz. Deyir, insan odur ki, əsl insan odur ki, çətinlik çəkən, əzilən, yazıq zəlil vəziyyətdə olan öz xalqına kömək etsin, onun əlindən tutsun. Allahı sevərsənsə bu insan zəlil olmaz. Deyir, Allah xatirinə bilsəz ki, deyir, xalqına bu cür xidmət edən, xeyirxah işlər görən insan həyatda uduzmaz, rəzil, yəni zəlil vəziyyətə düşməz. Ona görə ki, Allahı da, elə xalqı da onu bütün bu bəlalardan qorumuş olar. Millət qəmi olsa, bu çocuqlar çöpə dönməz, ərbablarımızdan da qarınlar təbil olmaz. Deyir ki, əgər ölkəni idarə edənlərdə, varlılarda zərrə qədər millət dərdi, xalq qəmi olsaydı, bu kasıb uşaqlar acından, səfalətdən arıqlayıb çöpə dönməzdilər. Ərbablarımızdan da qarınlar təbil olmaz. Qeyd edir ki, o ağaların, mülkədarların, yəni ərbablarımızın haram yeməkdən, xalqın ruzisini mənimsəməkdən qarınları təbil kimi şişməzdir. Burada təbil nağara anlamına gəlir. Burada müəllifimiz sosial bərabərsizliyə etirazını bildirmiş olur. Bu digər qarşısına X qoyduğum beytlər təkrardır. Bunları təkrar izah etməyəcəm. Daha sonra fars şairi çox sözlərini bizdən aparmış. Sabir kimi bir süfrəli şair pəxil olmaz. Birinci misrada deyir ki, fars poeziyası, fars şairləri öz ifadələrinin, mövzularını və bədii obrazlarının bir çoxunu bizim türk mədəniyyətindən, düşüncəsindən götürüblər, yəni aparıblar. Sabir kimi bir süfrəli şair pəxil olmaz. Deyir, bizim böyük satirik Sabir kimi ürəyi şirin, mənəviyyatı zəngin, yəni süfrəli şairlər paxıl deyirlər. Qoy deyir, onlar bizdən aparsınlar, biz paylamağı sevənik. Qeyd edir müəllif. Burada həm türk təfəkkürünün zənginliyini müəllif fəxrlə qeyd edir, həm də sənətdə paxıllığın olmamasını tərənnüm etmiş olur. Türkün məsəli, folkloru dünyada təkdir. Xan yorğanı kənd içrə məsəldir, mitil olmaz. Türkün məsəlinin deyir, atalar sözlərini, yəni məsəli, şifahi xalq ədəbiyyatı, folkloru
Dünyada deyir yekdir, təkdir, bənzərsizdir. Xan yorğanı kənd içrə məsəldir, mitil olmaz. Deyir belə bir xalq məsəli var ki, xanın yorğanı nə qədər köhnəlsə də kənd yerinə ona dəyərsiz yorğan döşək, yəni mitil kimi baxmırlar. Yəni onun dəyəri yenə özündə qalmış olur. Bizim də folklorumuz, məsəlimiz, kökümüz bir xan yorğanıdır, heç vaxt qiymətdən düşməz, yəni mitil olmaz. Bu Şəhriyarın təbi kimi çimməli çeşmə. Kövsər ola bilsə, demirəm sərsəbil olmaz. Burada müəllifimizin fəxriyyəsinə yer verilmişdi. Yəni onun təbinin çimməli çeşməyə bənzədilməsindən söhbət gedir. Deyir ki, mən Şəhriyarın, yəni bu poetik istedadı, yəni təbi, ruhunun qaynadığı şeir çeşməsi elə saf, elə gözəldir ki, onun içində ruhən yuyunmaq, yəni çimmək olar. Yəni çimməli çeşmə kimidir. Kövsər ola bilsə demirəm, sərsəbil olmaz. Deyir, əgər bu saf çeşmə cənnətdəki Kövsər bulağı ola bilirsə, mən deyir, iddia eləmirəm ki, o biri cənnət bulağı sərsəbil olmaz. Şair öz yaradıcılığının, ana dilində yazdığı bu şeirin ilahi təmizliyinə, gözəlliyinə bir göndərmə edir. Yəni metaforik obrazlarla tamamlayır sonluğu. Kövsər və sərsəbil bulaqlarının adlarını çəkmiş olur. Şeirin ümumi izahı bundan ibarət idi. Ümid edirəm ki, sizlər üçün bir faydası olar. Digər videolarda qeyd etdiyim kimi, bu izahlar individualdır. Yəni, mən öz araşdırmalarım nəticəsində bunları ortaya çıxardıram. Hər hansı bir tədris mərkəzinin kitabında, hər hansı bir müəllimin dilindən eşidə bilməyəcəyiniz izahlardır. Ümid edirəm ki, hər biriniz üçün bir faydası olar. Bu videolar müəyyən bir əmək sayəsində ortaya çıxdığı üçün əməyə sayğı olaraq kanalıma abunə olmağı, bol-bol rəy yazmağı, növbəti videolarda hansı mövzuda izahlar çəkim deyə fikirlərinizi mənimlə bölüşməyi, like atmağı da unutmursunuz və videonu sona qədər də izləməyi unutmursunuz. Özünüzə yaxşı baxın. Növbəti videoda görüşərik.